Deməli, 3 ədəddə çox tapanda uşaqlar, monitoring 4-ə baxırıq. 3 ədəddə çox tapanda əvvəlcə ikisinə tapırıq. 160 ilə 80-ə ək çox belə 160-dır. 160 ilə 30-a ək çox tapmaq üçün onu çıxardım mürtərizə xaricinə, 16 ilə 3 qalır. Qarşılıqlı sadə ədədlərin ək çox onların hasilidir. 16-nı 3-ə vururuq 48, 10-buna vuranda 480 edir. Doğru cavab A variantı. 5-ə neynəsək 125 eləyər, 25-ə vurub, 3-ü 25-ə vururam, 75. Doğru cavab B variantı. Diametri 3 olan çevrənin uzunluğu neçə santimetrdir? Diametri 3 desimetrdirsə, deməli 30 santimetrdir. Çevrənin uzunluğu 2 pi r və yaxud da 2 r-in əvəzinə diametri yazsaq pi deyil. 30 pi. O da olur B variantı. 160 ədədi 2, 3, 5 ədədlərlə düz mütənasib hissələrə bölünüb. 2x, 3x, 5x uşaqları 160-dır. 10x 160-a, x bərabərdir 16-ya. Kiçik hissə ədəddən neçə dəfə azdır? Kiçik hissə 2x-dır və 2 vuraq 16, 32 eləyir. 160 ədədindən, 32 ədədi 160 ədədindən 5 dəfə fərqlənir. O da D variantı. Ədədi 2 dəfə artırsaq neçə faiz artar? Hər bir ədəd 100%-dir. 2 dəfə artırsaq eləyir 200%. Neçə faiz artıb? 100%. Doğru cavab olur A variantı. K çoxluğunun elementlərinin sayı ən kiçik 2 rəqəmli ədəddən, ən kiçik 2 rəqəmli ədəd 10-dur, uşaqlar ondan 2 vahid çoxdur. Yəni 12-dir. K-nın elementlərinin sayı 12-dir. M çoxluğunun elementlərinin sayı isə ən böyük 2 rəqəmli ədədə bərabərdir. Ən böyük 2 rəqəmli ədəd uşaqlar 99-dur. Aha, yazıb ki, bunun elementlərindən çıx bunun elementlərinin sayını. 99-dan 12 çıxıram eləyir 87. Doğru cavab olur C variantı. Deyir, hər çevrənin radiusu 16 santimetrdir. Baxın, bu 16, bu 16, bu 16, 16. 1, 2, 3, 4. 4 dənə radius iştirak edir 64. 1, 2, 3, 4. 4 dənə radius iştirak edir 64. 1, 2, 3, 4. 4 dənə radius iştirak edir 64. 64-ü 4-ə vuruq 192 perimetrimiz edir. Bu sualda necə yazdıq? 5-də 2 hissəsi 140 olan ədəd tapmaq üçün 140-ı 2-yə bölüb 5-ə vururuq. Edir uşaqlar 350. 4-də 1 hissəsi 150 olan ədəd tapmaq üçün 1-ə bölüb 4-ə vururuq. Edir 600. 350 bölək 600. 50-yə böləndə 7, 50-yə böləndə 12 edir. 12-də 7, o da A variantı. Mənfi 23-ün üstənə gələndə mənfi 50 eləyir. Mənfi 27. Baxın, bu mənfi təsir eləyir, toplanır. Böyükdən kiçik çıxılır, müsbət 22. Nədənsə 57 çıxanda mənfi 30 edir. Bunu tapmaq üçün mənfi 30-un üstə 57 gəlirik, 37. C ədədi 37 oldu, B ədədi 22 oldu. Bunların cəmi 59 da bizə D-ni verir. Deyir, artan sırayla düzün. Mənfi 27, 22, 37, 59. Yəni A, B, C, D olacaq uşaqlar. O da olacaq elə A variantı. 5 alanların sayı bütün sinifin neçə faizdir? Bütün sinifi gəlin tapaq. 6, 8, 10, 16. Bunları toplayaq. 26, 34, 40 nəfərdir uşaqlar. Bunlardan 5 alanlar isə 8 nəfərdir. Vur 100. O da eləyir 20%. Doğru cavab olacaq A variantı. Xalidin 100 manat pulu var. O həmin pulun 9 manatına kitab aldı. Qalan pulun 9 manatına kitaba verib uşaqlar. Qalanında qalır 91 manat. Onu isə 13 ədəd dəftər aldı. Bölürəm 13-ə, deməli 1 dəftərə nə qədər düşüb? 7 manat. O da D variantı. Bunu biraz sadələşdirək əvvəlcə. Vurub açıram. 42x üstə gəl 15. Çıxılsın. 7-ni 15-ə vururam 105. 7-ni 6-ya vururam 42x. Bunlar gedir. 15 çıxaq 105, mənfi 90 qalır. Heç x-ə ehtiyac qalmadı uşaqlar. Oturacağın sahəsi 30 olan silindrin hündürlüyü 70-dir. Həzmini tapın. Elə oturacağın sahəsi hündürlüyə vurulur. 2700. 2100 daha doğrusu da C variantı. Qarşılıqlı bucaqlar bərabərdir uşaqlar. 3x üstə gəl 56 bərabər 4x minus 12. Bu keçir belə 56 üstə gəl 12. Bu keçir belə 4x çıxaq 3x. 68 bərabərdir x-a. X 68 o da B variantı. Qonşu bucaqların dərəcə ölçüsü 13-ün 5-ədir. Yəni 13x, 5x cəmi 180-dir. 18x 180-ə, x bərabərdir uşaqlar ona. Deməli, biri 130, biri 50-dir. Fərqləri isə edəcəkdir 80 dərəcə. Doğru cavab C variantı. Deyir ki, növünü deyir müəyyən edin. Baxın uşaqlar. A bucağı da 70-dir, B bucağı da 70-dir, AB də 10-dur.
İki bucağı bərabərdirsə, avtomatik bunların qarşısındakı tərəflər də bərabərdir. Yəni, iki tərəfi də bərabərdir. Üçüncü bucaq da 40-dır, fərqlidir. Müxtəlif tərəflidirmi? Xeyr. Müxtəlif tərəfli olsaydı bucaqları da müxtəlif olardı. Bərabər tərəflidirmi? Xeyr. Üçü də bərabər olardı. Bərabər yanlıdırmı? Bəli. İki bucağı, iki tərəfi bərabərdirsə bərabər yanlı, üçü də bərabərdirsə bərabər tərəfli. Yox, bucaqlar da müxtəlif, tərəflər də müxtəlifdirsə müxtəlif tərəflidir. Şəkildə deyil, neçə parça var. Bunu belə barmaq hesabı da saya bilərsiniz. Məsələn, A ilə başlayanlar 1, 2, 3, 4, 5. B ilə başlayanlar 1, 2, 3, 4, 2, sonra 3, 2, 1, cəmi eləyəcəkdə 15. Ya da düstur var. M vuraq, M-1 bölük. Düz xəttin üzərindən istəyən nöqtə var. 1, 2, 3, 4, 5, 6. Vurulsun 6 çıx 1 bölü 2. 6 vuraq 5 bölü 2. O da deyir 15 dənə. Doğru cavab C variantı. Uşaqlarda isə 2 endi. Deyir ki, neçəsi tam ədəd deyil. Tam ədəd deyil. Tam ədədlər natural, naturalın əksi və sıfırdır. Naturalın əksidir, naturaldır, naturalın əksidir, naturaldır, naturalın əksidir, naturaldır, getdi. Mənfi 1,5, mənfi 1, 100,1, 7,8 və mənfi 0,5. 4 dənəsi tam deyil, o da C variantı. Fərq çıxılandan 3 dəfə böyükdür. Yəni, azalan, çıxılan fərq. Düzdürmü? Fərq çıxılandan deyil, 3 dəfə böyükdür. Yəni, çıxılan x-dir, fərq x-dir, 3x-dir. Deməli, azalan da 4x-dir. Azalan, çıxılan və fərqin cəminin yarısı. Azalan, çıxılan fərq. X, 3x və x-in cəmi 8x-dir. Bunun yarısı da 4x-dir. 48-dir. Deməli, x 12-dir. Azalan 4x olduğu üçün 48, çıxılan x olduğu üçün 12, fərq isə 3x olduğu üçün 36-dır. Azalan deyir, neçədir? Azalan 48-dir, o da A variantı uşaqlar. Aysu gün ərzində termometrin göstəricisini qeyd edərək müəyyən etdi ki, temperatur hər 4 saatda 3 dərəcə Selsi enir. Deməli, 9:00-da deyir, 5 dərəcə Selsidir. Axşam 21:00-da neçə dərəcə olar? 21:00-dan 9:00 çıxırıq. Arada 12 saat fərq var. 4 saatda mənfi 3 dərəcə enirsə, 12 saatda da 12-ni 4-ə bölək 3 dəfə enəcək aşağı. 3 vuraq mənfi 3, o da mənfi 9 eləyəcək. Yazıbdır ki, bir dəqiqə uşaqlar. 9 dərəcə enəcək aşağı. Deyir, 9-da əgər saat 9-da, səhər 9-da 5 dərəcə Selsi idisə, 9 dərəcədə ensə uşaqlar mənfi 4 dərəcə Selsi olacaq. Doğru cavab olur B variantı. Əvvəlcə həcmi verilib, hündürlüyü verib, oturacağın sahəsini tapaq. Oturacağın sahəsini hündürlüyə vuranda həcm alırıq. Deməli, oturacağın sahəsi 108-dir. Oturacağın sahəsi pi r kvadratından hesablanır, pi 3-dür. 3-ü nəyin kvadratına vuranda 108 edir? Bunu tapmaq üçün əvvəlcə 108-i 3-ə bölürük 36, radiusumuz deməli 6-dır. Çevrənin uzunluğu 2 pi r ilə hesablanır. 2 vuraq, pi-ni veribdir 3, radiusumuz da 6. Eləyəcəkdir uşaqlar. 3-ü 6-ya vurduq 18, 2 misli də eləyir 36. A, B-nin 50%-dir. Yəni, A bölək B bərabərdir. A, B-nin 50%-dir deyəndə B 100%-dir. A da bunun yarısı, yəni 50%-dir. Elə A, B-nin %50 hissəsində deməli. Bölsəz bir-birinə elə 0,5 alacaqsınız. 17-ni bura keçirsək, 32-dən 17 çıxıram 15, kiçikdir x-dan. 15 x-dan kiçikdir və yaxud x 15-dən böyükdür. 16, 17, 18 bu ədədlərdə ödəyən. Bizə yazıb ən kiçik natural ədəd 16, bunu da 2 misli uşaqlar eləyəcək 32. Yazıb B və C ədədlərini indi saxlamaqla, yox, B və C ədədlərini 3 dəfə artırsaq. Uşaqlar, bunu 3 dəfə artırsaq, düz asılıqdır, bu 3 dəfə artır. Məxrəc 3 dəfə artanda isə kəsirin qiyməti 3 dəfə azalır. A-nı 3 dəfə artırsaq, sonra 3 dəfə azalsaq, eyni ədəd alacaq. Yəni, A dəyişməz. Yazıbdır ki, şəkildə verilən çevrələrin uzunluqları uyğun olaraq 26 və 34-dür. 96 və 24-dür. Üzrü say gecə çəkirəm, ona görə yorulmuşam. Ona görə oxuyanda belə yanılıram. Deməli, baxın, çevrənin uzunluğu 2 pi r-dir. 96. Pi-ni də verib də 3-dür. 2-ni 3-ə vurdum 6. 6-nı nəyə vursam 96 eləyir. 96-nı 6-ya böldüm 16. Deməli, böyük çevrəmin radiusu 16-dır. Eyni qayda 2 vuraq, pi vuraq balaca yerdə 24 eləyib. Pi 3-dür. 3-ü 2-yə vurdum 6. 6-nı nəyə vursam 24 eləyir 4-də. O M məsafəsi də 20 olacaq uşaqlar. Bu da sizin monitoring 4-üz.